Yenə heç kimə maraqlı olmayan vampir filmlərimlə, gotik filmlərimlə buradayam. Bugün Qaranlıq Dünya filmi haqqında danışmaq istəyirəm. Underworld adlanır. Əslində film deyirəm, amma hər bölüm, yəni 2003-cü ildə ilk bölümü çıxıb və hər ikinci bölümü hətta 2006-cı il, yəni müəyyən müddətlərdə yeni bir bölümü çıxır və sondan geriyə doğru izləyirik bu filmi. Yəni ilk bölümdə hadisələr hələ bizə qaranlıqdır. Yəni bir savaş izləyirik. Anlayırıq ki, burada vampirlər və qurd adamların güc savaşları var. Amma bu savaşın kökləri, savaş nədən yaranıb və yaxud da ki, hibrid nədir? Yəni o mövzuları hələ anlamış deyilik. Qaranlıq qalır. Film irəlilədikcə isə, yəni hər bir bölümdə bir sirr açılır. Yəni daha keçmişə gedirik və anlayırıq ki, qurd adamların və vampirlərin tarixi, düşmənçiliyinin tarixi əslində çox qədimlərə dayanır. Deməli, burada qurd adam haqqında əslində başqa Stephen King'in bir kitabını oxumuşam, ondan danışmaq istəyirəm, orada əlavə məlumat verəcəm. Amma qurd adamlar da eyni ilə Qərbin vampirlər kimi yaratdığı bir qorxu obrazıdır. Yəni onlar əslində inanırlar ki, belə qurd adamlar olubdu, dolunayda o insan qurda çevrilir. Bu inancları var və tarixin hər dönəmində bu inanc təkrarlanır və orta əsrlərdə məsəl üçün necə ki cadugar deyib qadınları yandırırdılar, eləcə də qurda dönüşdüyünü hesab edib bir çox adamları belə deyim öldürüblər. Daha sonra isə məlum olub ki, bu adamlar əslində psixoloji xəstəliyi olan və s. adamlardır. Qurd adam mövzusunda da internetdə çoxlu filmlər var, mifologiyalara, qədim Yunanlara qədər belə gedib çıxır o mifologiyası. Yəni müxtəlif filmlər var, eyni vampir ədəbiyyat kimi bir şeydir. Ətraflı dediyim kimi başqa bir videoda çəkəcəm. Bu filmdə biz vampirlərin və qurd adamların mübarizəsini görürük. Bu filmdə güc savaşları var, azadlıq mübarizəsi var. Çünki kölələr var, vampirlər qurd adamları köləyə çevrilibdir. Onların azadlıq mübarizəsini izləyirik. Sevgi, yəni gotik ədəbiyyatsa, vampirdirsə, sevgi çox önəmlidir gotik ədəbiyyatda. Bilirik ki, Edgar Poe'nun əsərlərindən olsun, digər vampir filmlərində də olsun, sevgi, yəni ölüm sadəcə sevginin qarşısında sınaq ola bilir. Hətta sevgi o qədər belə güclü təsvir edilir ki, ölümə belə meydan oxuyur. Çünki Edgar Poe'nun yenə də məsələlərindən bildiyimiz kimi sevdiyi qadını itirsə də onun ruhu yenə görüşürlər, yenə qovuşurlar. Yəni sevginin qarşısında heç bir qüvvə yoxdur və yaxud da ki, sadəcə aşıqlar həyatda qalır filmində gördüyümüz o iki vampir, qədim, hansı ki adları Eve və Adam, onların nə qədər qədim bir vampir olduqlarını simvolizə etmək üçün bu adlar seçilmişdir və onlar niyə həyatda qalırlar? Xüsusən sevdikləri üçün. Sevgi sonsuz və qüdrətli güc hesab olunur gotik ədəbiyyatda. Deməli, bu filmimiz də gotik janrdadır. Eyni ilə, yəni o atmosferlər, o memarlıq üslubları, çox möhtəşəm bir girişi var. 2003-cü ildəki özəlliklə filmin girişi. Və deməli, qurd adam Selena baş qəhrəmanımızdır. Burada vampir olaraq ümumilikdə, yəni bu filmin baş qəhrəmanı Selenadır və bir qadın obrazıdır. Vampirlərdə çünki biz ümumilikdə həmişə kişi obrazları görürdük. Bu da düşünürəm ki, çox maraqlı bir detaldır. Selena vampirlər uğrunda ilk başlanğıcda filmdə biz görürük ki, qurd adamlarla savaşır. Daha sonra isə onun fikrini qarışdıran məqamlar olur. Çünki o öyrənir ki, onların lideri bir adamı xüsusilə tutmaq istəyir, zərərsizləşdirmək istəyir və bunu anlamaya çalışır niyəsi. Və daha sonra öyrənir ki, araşdırdıqca qurd adamlar əslində vampirlər tərəfindən kölə edilibdir və onlar əslində özlərini müdafiə eləmək üçün savaşırlar. Yəni onların savaşında vampirlər bu filmdə aristokratları, zənginlərin simvol edir. Qurd adamlar isə mübarizənin və azadlığın, yəni kölə olduqları üçün azadlıq uğrunda mübarizə aparırlar. Amma yenə də deyirəm, savaşın kökləri barədə hələ ki bir məlumatımız yoxdur. İrəliyən seriyalarda biz bunu görürük.
Və Selena bunu öyrəndikdən sonra bir də yəni tam feminist obraz deyə bilərik Selena'ya. Çünki tamamilə müstəqil bir obraz olaraq bunları öyrəndikdən sonra vampirlərin liderinə qarşı çıxır. Ümumilikdə də görürük ki, o vampirlərin liderləri ilə həmişə kobud, azad şəkildə rəftar eləyir və belə deyim, onlara qarşı çıxır bu mübarizədə və irəliləyən bölümlərdə isə öldürülmək istəyən insana, hansı ki əslində insandır, amma artıq onu vampirlərin üzvlərindən biri dişləyib və o halüsinasiyalar görməyə başlayır. Anlam verə bilmədiyi halüsinasiyalar görür. Çünki o vampir onu dişlədiyi üçün artıq o qanı zəhərlənib və gedib keçmişdəki bu vampirlərlə qurtların arasındakı düşmançılığın dövrünə gedir. O anlaşılmayan səhnələri biz görürük. Yenə də deyirəm, hansı ki daha sonra biz anlayacağıq onun gözünə görən səhnələr ki, o əslində nə görürmüş orada. Və bu adam əslində həkimə gedir, özündə dəyişikliklər baş verdiyini deyir, amma zəhərləndiyi üçün bu arada Selena'nın diqqətini çəkən nədir əslində? Vampirlər kimsə dişlədikcə əslində onların qanı dişləməsi yəni ölümcüldür. Yəni sadəcə bu adam ölmür, dönüşüm yaşayır və Selena'nın əslində diqqətini çəkən budur ki, yəni nəsə var bu adamda, bu adam ölməlidir normalda. Çünki ilk vampirin də tarixinə bu filmə görə deyirəm gedəndə ilk vampir də Markus olur və o ölümsüzlükdən, yəni qan belə deyim, virusa yoluxur və qan virusuna yoluxur belə deyim və ölümsüz olur. İlk vampir də yəni bu cür qan zəhərlənməsi ilə əslində əfsanəyə görə yaranıb. Çünki biz deyirik ki, ilk vampir necə oldu, yarandı, niyə insanlar belə bir qorxuya düşdülər, necə yaratdılar bu vampir əfsanəsini? Qanla keçən, yəni yenə də deyirəm, o orta əsrlərdə qan çox önəmli idi, vampir ədəbiyyatında çox önəmlidir qan. Qanla bir çox xəstəliklər keçirdi, infeksiyon xəstəliklər və yaxud da ki, aristokratlar arasında məsəl üçün bir çox aşıqlar həyatda qalırdı, izləmişdik ki, onlar hər qanı içmirdilər, xüsusi aristokratlara aid qanlar içirdilər. Yəni belə şeylərdə qan hər mövzuda və yaxud da ki, Macarlı o qadının adı niyə yadımdan çıxdı? Victoria idi onun adı. Yox. Qadının adı yadımdan çıxdı. Onun haqqında danışmışdım əslində. Hansı ki, o da gənc qalmaq üçün qanlarını içirdi. Kimsəsiz qızların. Daha sonra deyir ki, məni təsir eləmirsə, demək ki, bunlar aşağı təbəqədəndir. Ona görə və başlayır daha aristokratların qızlarının qanlarını içməyə və belə anlaşılır bu durum. Yəni, qan ümumilikdə vampir ədəbiyyatı varsa, qan çox önəmlidir. Bunu mütləq şəkildə artıq müəyyən edirik. Və ilk vampirdə qan infeksiya ilə yoluxur və ölümsüz olur. Və daha sonra Selena aydınlaşmaya çalışdırır ki, bu adam niyə ölmədi, bu adamda hansı dönüşümlər baş verir və bunların ittifaqı başlayır. Daha sonra bunlar bir-birlərinə aşiq olurlar. Daha sonraki irəliləyən bölümlərdə isə biz anlayırıq ki, əslində tarix təkrarlanır. Eyni hadisələr əslində irəliləyən bölümlərdə vampirlərlə qurtların savaşına gedəndə kökü əslində bir sevgi hekayəsinə dayanır. Bunlar bir-birlərinə sevgi münasibəti yarandıqdan sonra başlayırlar ittifaq qurmağa, yəni birlikdə mübarizə aparmağa. Artıq Selena'nı həm qurt adamların düşmanıdır, həm də vampirlərə qarşı çıxdığı üçün vampirlərin də düşmanı. Yəni hər iki tərəf artıq düşman olubdur. Və daha sonraki bölümlərdə, yəni bu ilk bölüm bu cür mübarizə şəklində gedir. Daha sonraki bölümlərdə biz görürük ki, Selena ilə həmən adamın artıq bir irəliləyən bölümlərdə o adamı getdikcə yəni daha az görürük. İlk bölümdəki qədər çox görmürük aşiq olduğu adamı. Amma Selena'nın artıq hamilə olduğunu görürük həmən adamla. Bir ana obrazı orada artıq mübarizə onsuz da yəni bir müstəqil mübarizə edən bir güclü obraz idi, qadın obrazı idi. Bir də artıq ana obrazı yaranıbdır. Və biz daha sonra anlayırıq ki, Selena doğuşdan sonra onun qızı itir. Yəni Selena'nı da həbs edirlər, 12 il həbs yatır və qızına nə olduğunu bilmir. Qızı ölübmü, yaşayırmı, yaşayırsa kimlər onu oğurlayıb biz də bilmirik izləyici olaraq. Və daha sonraki bölümlərdə, bu arada birinci bölümdə biz görürdük ki, Selena
Viktor adlı ölmüş bir vampirlərin liderini dirildir. O vampirlərin ən önəmli liderlərinin, ilk lideri hətta deyək. Amma onu dirildilməsindən daha doğrusu 100 il öncə, yəni bir əsr öncə alıbdı. Yəni dirildir. Viktor kimdir? Viktor da bu filmdə çox önəmli bir obrazdır. Birincisi adı, Viktor adı ümumilikdə latıncadan mənaya zəfər qazanan, güc qazanan, qalib olan mənasına gəlir və krallar və yaxud da ki güc obrazları bu Viktor adından tarix boyu çox istifadə eləyiblər. Buradakı obrazda Viktor dediyim kimi ilk vampirin yaratdığı bir obrazdır. Hansı ki ilk vampir yaranır, dediyim kimi qan zəhərlənməsi ilə yaranır, ölümsüz olur. Daha sonra isə o Viktoru dişləyərək vampirə çevirir. Yəni onun elədiyi ilk ölümsüz Viktor olur əslində. Viktor isə vampirlərlə birlikdə savaşmalıydı. Bu serialda dediyim kimi xəyanət var, sevgi var, intiqam var. Yəni mövzuda güc savaşları var və Viktor onlara xəyanət eləyir. Çünki o irəliləyən bölümlərdə, yəni o vampir olduqdan sonra özünü kral adlandırır, yəni lider adlandırır. Güc zəhərlənməsi yaşayır bir növ. Lider adlandırdıqdan sonra isə qurd adamları həbs eləyir. Qurd adamlar kimdir? Qurd adamlar eyni ilə ilk vampirin qardaşı da qurd adamdır. Yəni ilk vampir Markus'dur, ilk vampir Marcus Cornelius'dur. İlk qurd olan isə, yəni qurd adam isə William Corvinus. Yəni bunlar əslində vampirlərlə qurd adamlar əslində keçmişdə qardaş olurlar. Və vampir William Cornelius deyək ki, qardaşını öldürmək istəməsə, daha sonra qurd adam ona savaş açır və onu təhlükəsizləşdirmək üçün Viktor onları kölə eləyir. Yəni tarix bura gedib çıxır. İrəliyən seriallarda dediyim kimi gedirik, anlayırıq ki, bu düşmanlığın əsas kökü gedir çıxır sevgi hekayəsinə. Çünki Viktorun, yəni vampirin yaratdığı ilk ölümsüz adamın hansı ki özünü lider elan eləmişdi. Onun qızı Sonya bir qurd adamı sevir. Yəni bunlar ikisi bir-birlərini sevirlər və qızı da hamilədir artıq. Vampir qanunlarına görə isə qurd adamla vampir bir-birini sevə bilməz. Yəni əslində bu qanunu belə deyim pozmuş olur və ona görə Viktor qızını sevdiyi adamın gözlərinin qarşısında, Lucian'ın gözünün qarşısında öldürür. Yəni necə öldürür? Vampir olduğu üçün günəş işığında yandıraraq çox faciəvi şəkildə öldürür. Biz ilk bölümdə bu səhnələri Selena'nın sevdiyi adamın hansı ki vampir eləmişlər, dişlənmişlər, onun gözünün qabağına halüsinasiyalar gəldi. Daha sonraki bu bölümlərdə aydınlaşdıra bilirik ki, onun gözünün qabağına gələn səhnələr qız günəşdə yanır, kül olur. Bu səhnələr imiş. Və bu arada bir şey də deyim Viktorla bağlı. Viktor bir də Frankenstein, yəni Mary Shelley'in Frankenstein əsərində, yəni gotik ədəbiyyatı deyəndə yəni klassiklərindən biridir, hansı ki onun haqqında video çəkmişdim. Frankenstein'ın da yaradıcısı Viktor adında olur. Viktor çünki güc, yəni oradakı həkim də qanunu pozurdu. Yaratmaq Allaha məxsusdur, amma o güc zəhərlənməsi yaradırdı və yaratmaq iddiasında olurdu, güc arzusunda olurdu. Onun da adı Viktor. Yəni o da təsadüf seçilməyib böyük ehtimalla. Buradakı o güc zəhərlənməsi yaşayan, güc əldə elədikdən sonra özünü lider elan edən adamın da adı Viktordur. Hansı ki öz belə deyim çıxarları üçün bunu tarixdə əslində bir çox yerdə görürük. Ən məşhur məsələn Möhtəşəm Yüzyılda Sultan Süleyman Mustafa'nın ölümünü görmüşdük. Amma tarixdə çox olur ki, güc savaşlar, tac oyunlarında da məsəl üçün görürdük ki, taxtda iki qardaşlarsa biri mütləq o birisini öldürməlidir və yaxud da ki, Dəmir Adam hekayəsini danışmışdım, tarixi şəxsiyyətdir. Məsələn, onun da haqqında var idi ki, o iki əkiz qardaş olurlar, yəni biri taxta çıxmalıdır, əkiz qardaşını həbs eləmiş olur. Yəni bir nəfər çıxmalıdır deyə tutalım, çünki kralların da çoxlu övladları olur. O övladların hamısı bir-birinə düşman olaraq böyürlər ki, biri taxta çıxacaq. Yəni
Burada da yəni bu güc uğrunda, kral olmaq uğrunda, hakimiyyət uğrunda yəni tarix boyu qanlar tökülüb. Çox dəhşətli faciələr yaşanılıbdır. Burada da eyni ilə Viktor o güc uğrunda qızını öldürür. Günəş işığında çox faciəvi şəkildə bir də öldürür və sevdiyi adama da bunu izlədir. Sadistcəsinə belə deyim. Və bu hekayədən sonra Lucian qərar verir ki, intiqam alacaq. İntiqam almaq üçün də bütün həbs edilmiş qurd adamları həbsdən xilas eləyir və bu hekayədən sonra vampirlərlə qurd adamların mübarizəsi başlayır. Yəni əsrlərdir o tarixdən sonra, bu hekayədən sonra artıq əsrlərdir vampirlər və qurd adamlar mübarizəyə başlayıb. Amma dediyim kimi, yəni birinci bölümdə isə Selena öyrənir ki, qurd adamlar, yəni onun savaşdığı, ona başqa bir şey öyrədilibdir. Ona düşman olaraq qurd adamları təqdim ediblər. O özünü müdafiə üçün belə deyim savaşır. Amma daha sonradan öyrənir ki, əslində qurd adamlar özlərini müdafiə eləmək üçün savaşırlar. Yəni kölədirlər, yenə də deyirəm, azadlıq uğrunda mübarizə aparırlar. Vampirlər isə aristokratlar və zənginlərdir. Gücləri var deyə digər qurd adamları kölələşdiriblər və bütün bunların da səbəbi yenə də deyirəm Viktordur. Viktor da bir insandır. Yəni bir insan ölümsüzlüyü əldə elədikdən sonra, gücü əldə elədikdən sonra bu qədər faciələrə səbəb olur. Bu da maraqlı idi deyə düşünürəm. Və daha sonra dediyim kimi Selena'nın qızı yoxdur, 12 il həbsdədir. Biz onun qızından nə olduğunu bilmirik. Eləcə Selena kimi. Yəni Selena'nın bir növ gözündən izləyirik bütün hadisələri. O nə öyrənirsə, necə yaşayırsa biz də onun gözündən gedirik. Və daha sonra anlayırıq ki, Selena'nın qızı əslində bir hibriddir. Yəni onun atası da artıq bir hibritə dönüşmüşdür. Hibrid nədir? Hibrid vampir və qurd adamın, necə ki Viktor öz qızını öldürmüşdü. Çünki onun qızı vampir idi, amma qurd adamla hamilə idi. Yəni onun doğacağı uşaq bir növ metis, belə deyim, metis olacaqdı. Və o uşaq düşmanı bu mübarizənin qarşısında əngəldir. Çünki ata qurddur, ana vampirdir. Sülh belə deyim obrazı olaraq. Yəni bunların arasında bir saziş gətirə bilər. Amma Viktor diktatordur belə deyim, hakimiyyətdir, kraldır, özünü lider elan edib deyə. Liderlər nə edirlər? Müharibədən bəslənirlər. Viktor istəmir bu savaşın bitməsini. Ona görə, yəni savaş o krallığın acgözlüyü, qana susamışlığı öz qızını belə öldürdür. Və bunu öz qızını öldürüb, amma tarix yenə təkrarlanır. Yenidən bir hibrid uşaq dünyaya gəlir. Yenə bu uşağı təhlükədir. Çünki bunun da, yəni anası Selena'dır, vampirdir, atası qurd adamdır. Dönüşümlər yaşayır hansı ki birinci bölümdə. Və bu uşaq nə deməkdir? Yəni sülh yaradacaq, müharibəni dayandıracaq. Müharibənin dayanmasını istəmirlər deyə bu uşağı aradan qaldırırlar. Biz indi bilmirik ki, vampirlər mi oğruyub Selena'nın qızını, yoxsa qurd adamlarımı. Əslində isə sonlarda aydın olur ki, Selena'nın qızını əslində üstündə təcrübə aparmaq üçün hər ikisinin, yəni vampirlərlə qurd adamların savaşının bitməsini istəməyən güclər tərəfindən oğurlanıbdır Selena'nın qızı. Yəni bu savaşın bitməsini istəmirlər. Bu səbəbdən dolayı onun qızını götürürlər və 12 il ərzində üstündə müxtəlif eksperimentlər aparırlar. Yəni bir növ təcrübə doğuşan kimi uşağa davranırlar və uşaq təbii ki, onların tərbiyəsində böyüyübdür. Və Selena qızını tapanda həm sevinir, həm də ki, artıq onunla necə mübarizə, həm onun övladıdır, həm də yəni başqası tərəfindən, düşman tərəfindən böyüdülüb deyə, həm də onunla mübarizə aparmalıdır. Bir də yəni qurd adam və vampirin qarşılığı olduğu üçün, metis olduğu üçün də daha güclüdür. Yəni Selena həm qızının bu qədər güclü olmasını sevinir, həm də ki, ona qarşıdır. Yəni belə bir durum yaranır. Selena bu səfər də analığı ilə birinci bölümdə necə ki sevdi deyə mübarizə aparırdı, güclü bir qadın olurdu, öz belə deyim vampirlərinə qarşı çıxırdı. Daha sonra ana daha güclü bir obraz olur, bu səfər də qızı uğrunda mübarizə aparır. Bütün bu hadisələr gedişatında da Selena'nı həm vampirlər təqib edir, həm qurdlar. Yəni bunu mən nəyə bənzədə bilərəm? Tutalım bizim tariximizdə danışsaq, 2-ci Qarabağ müharibəsində pasifistlər var idi məsəl üçün, müharibəyə qarşı olanlar var idi, azınlıq bir kəsim.
Onlara həm Azərbaycanlılar qarşı idi, həm də ermənilər qarşı idi. Belə bir durum, buna bənzətmək olar. Ona görə deyirəm ki, yəni həmişə deyirəm ki, vampir ədəbiyyatı, vampir filmləri çox önəmlidir. Yəni məsələn Taxt-Tac oyunları, Game of Thrones çox bilinən serialdır. Orada da eyni mövzudur, güc oyunlarıdır. Burada da eyni ilə, amma daha əfsanəvi, daha insanların qorxularından yaratdıkları o mifoloji obrazların fonunda izləyirik biz bu güc hakimiyyət savaşlarını. Yenə də deyirəm, orada Viktorun adının belə seçilməsi, Viktorun ölümsüz ilk insan olmasından sonra özünü ölümsüz olmaq nə deməkdir? Yəni bir növ güc əldə edən, gücü əldə edən kimi özünü lider elan eləməsi, vampirlərin lideri elan eləməsi, gücü pisə istifadə eləməsi, pisə necə istifadə edir? Qurdları kölə eləyir, onların azadlığın əlindən alır. Yəni fərqliliyi belə deyim, yox eləyir. Biz məsələn V for Vendetta-da danışmışdıq ki, totalitar rejimdə fərqliliyə dözüm yoxdur. Yəni buna görə LGBT məsəl üçün fərqli, onlar kimi deyirlər, tutalım, onların kimi cinsi həyatları yoxdur deyə fərqliliyi qəbul eləmirlər, onları sıxışdırırlar. Burada da eyni ilə, yəni özü kimi olmayanları, qurd adamları kölə eləyir və boğmağa çalışır, belə deyim. Və daha sonra isə film biz artıq görürük ki, onların ana-qız münasibətlərini görürük, mübarizəsini görürük və düşünürəm ki, bu uşağın nə qurd adamlar, nə də vampirlər, tam tərsində hər ikisinin bir-birinə düşman olmasından mənfəət güdən güclər tərəfindən uğurlanması çox möhtəşəm bir detal idi. Bunu da yenə də yəni modern zamanda uyğunlaşdıra bilərik ki, Erməni-Azərbaycan müharibə eləyir, amma burada əsas bu müharibənin bitməsini istəməyən güclər var. Yəni siyasi tərəfdən də bu filmi analiz eləmək olar. Və eyni ilə daha sonradan isə biz artıq anlayırıq ki, Selena'nın qızı sayəsində artıq müharibə sona çatır və yeni bir vampir dönəminə qədəm qoyur. Yəni artıq vampirlərlə qurdların savaşı bitir. Dediyim kimi ikisinin ortaq uşaqları sayəsində və düşünürəm ki, bu film vampir filmləri arasında ən sevdiyim seriallardan birisidir. Hansı ki, dəfələrlə izləmişəm. Və bunu da deyim ki, qurd adam haqqında da çoxlu filmlər var. Hətta o film haqqında da danışacağım, video çəkəcəm daha doğrusu. Frankenstein, vampirlər və qurd adam üçünün birləşdiyi hətta bir film var. O da çox maraqlı filmdir. Onun haqqında da danışacağım. Və vampir gotik ədəbiyyatı, güc oyunları, sevgi, xəyanət, intiqam, yəni bu tip mövzular aşağı-yuxarı bütün ədəbiyyatlarda, filmlərinin mövzuları bunlardır. Yəni maraqlısınızsa gotik filmlərə, özəlliklə gotik vampir filmlərə maraqlısınızsa, bu filmi mütləq izlənilməlidir deyə düşünürəm. Hər bölüm yəni geridən önə doğru izləmək də əslində daha maraqlı eləyir. Çünki məsələn yenə də deyirəm, ilk bölümdə belə həyəcandan ölürsən, öyrənmək istəyirsən ki, maraqdan onun gördüyü, Selena'nın sevdiyi adam niyə ölmür və yaxud da onun gözünə görünən halüsinasiyalar nədir? İrəliyən bölümlərdə biz anlayırıq, o əfsanənin gedişatı bizə açılır. Bu da mənim çox sevdiyim filmlərdə üslubdur, geridən önə başlamaq. Yəni belə, bu filmi də izləmək istəsəz, düşünürəm ki, Google-da belə, yəni Netflix-ə falan ehtiyac yoxdur. Google-layıb filmin hər bölümlərinə baxa bilərsiniz.